Sabahınız xeyir olsun değerli izləyicilərimiz. Biz Xalqlar Dostu metrosun yaxınlığındakı 9 mərtəbənin 8-ci mərtəbəsində söküntümüzü davam elətdiririk. Mənzil 3 yataq otağı və bir qonaq otağından ibarətdir və mətbəx. Burada bütün söküntü işləri aparılacaq. Köhnə pol çıxacaq, yenisi ilə əvəz olunacaq. Həmçinin divarlardan köhnə kraskalar, baxın kraska çıxarılacaq. Baxın hər yer qaşını çıxarılacaq. Söküntüyə artıq start vermişik. Pollar söküntüyə burada divarlarda kraskalar hamısı qaşınacaq. Bütün otağın kraskaları qaşınacaq hamısı. Ancaq divarlardan qaşınacaq. Sonra poldur. Sökülüb yenisi ilə əvəz olunacaq. Hamam otaqları söküləcək, hamısı sıfırlanacaq. Həmin divarın kabelləri, həmin yerinin bökülü. Mətbəx sistemləri, köhnə kafellər falan hamısı çıxarılıb tullanacaq və yenisi ilə əvəz olunacaq. Və həmçinin balkon sistemimizdə pol bütün söküləcək və yenisi ilə əvəz olunacaq. Köhnə divardan köhnə kraskalar qaşınacaq hamısı və yenisi ilə əvəz olunacaq. Yeri gəlmişkən şkaflar kimə lazımdırsa apara bilər, pulsuz verin bu şkaflar. Kimə lazımdırsa gəlib apara bilər, pulsuz verirəm. Həmçinin burada qapılar da var. Baxın qapılar var. 4 dənə qapıdır, otaq qapılarıdır. Kim istəsə gəlib apara bilər. Çox sağ olun. Söküntü qiymətimizin dəyəri isə 1 kvadrat 19 manatdan hesablanır.